milliləşdirmək söhbəti Paşayevlər üçündür. Azərbaycan xalqı üçün deyil. Yəni oradan Azərbaycan xalqı üçün bir köpük də pul xərclənmir. Bu gedir, gözü ilə görür, yəni belə xoş halla belə razı olan Uğraş İlham Əliyevə, Mehriban Əliyevəyə gedir, nəniyə. Yəni ki, milliləşdirmək söhbəti olanda bütün kimin ki, nə qədər ki 3000 evi var, 4000 evi var, 10.000 evi var, torpağı var, sahəsi var, onun üstünə hücum edirlər. İstəyir Ramiz Mehdiyev olsun, istəyir nə bilim orada Bəylər Əyyubov olsun və onun yaxın qohumu olsun, onun institutu zadı olsun, hər nəyi olur olsun. Bunlar milliləşdirmə sözü deyəndə özləri nəzərdə tuturlar. Yəni ki, bu alçaq, faşə bir ailə özünü nəzərdə tutur. Azərbaycan xalqını nəzərdə tutmur. Milliləşdirmək bu deməkdir. Yəni ki, burada başqa cürə bu suala yanaşmaq olmur. Çünki indiyənəcən nə qədər pullar hansı oliqarxlardan alınıbdır, məsələn üçün Milli Bankın, Beynəlxalq Bankın məsələn üçün sədrini tutdular, məsələn üçün onun əlindən alınan müəyyən maddələr, pullar oldu, evlər, qızıllar, pullar oldu. Kimə verdilər onu? Kimə xalqa verdilər? Adnan Əhmədzadənin, Zəki dayı, Adnan Əhmədzadə, Ramiz Mehdiyev. Mehdiyev, bəli. Bunların hamısı milliləşdirilməsi kimə getdi? Ancaq və ancaq Paşayevlər ailəsinə getdi. Paşayevlər holdinginə getdi. Azərbaycan xalqına bir set də oradan xərclənilmədi. Yəni, nə gözəl yerləri göstərirsən, maşallah. Qəşəng yerlərdir onlar, həqiqətən də. Çox belə vacib yerlərdir. İndi siz baxın ki, bu gözü ilə görüb götürən alçaq mındar Mehriban və İlham Əliyevlər, baxın, görün ki, nə qədər biabırçı bir vəziyyətdə hələ də durub fahişələri, otel adamlarını, gözəlliyə bax, necə də baxır, maşallah, maşallah. Adama ləzzət edir. Burada mən hər yanda görürəm belə şeylər. Yəni ki, biz Avropada bunu görürük. Yəni ki, siz bir baxın ki, nə qədər görün bunlar alçaq bir qeyrətdirlər ki, hələ bu sosqanı, ağzında neçə dənə kişilərin şeyi oynayanı veriblər nədir onun adı, Heydərə. Heydər də öpür, əmir bunun dodaqla. Bu biabırçılıqdır. Bunlarda kişilik deyilən şey yoxdur. Bunlarda bir insani cəhət yoxdur. Necə sən onun dodağından öpüb ağzına çörək qoyursan, yiyirsən? Özün fikirləşdirən də. Və onun videoları yayılıb artıq Avropada, Rusiyada, hər yanda məsələn söhbətlər gedir. Kanallar da danışır bunların bu alçaqlığı barəsində. Və Amerikada durub məsələn qalxmış 4 nəfər adam orada Tofiq Yaqubluya, Əli Kərimliyə, jurnalistlərə azadlıq söhbətini edirdi və bax ki, görgünə onun üstünə qoşun yeritdi orada. Bütün can güdənlərini qoydu onun üstünə. Hələ ondan əlavə bu alçaqlar görünə qədər alçaqdılar ki, qadın zindan türməsində, qadın türməsində kişiləri salıblar, jurnalistlərin, 3-4 dənə jurnalistin üstünə bunlara ağzından çıxanı deyirlər. Və hələ də qayıdıb deyirlər ki, biz burada nə istəsək sizə qarşı edə bilər. Ya istəsək sizə zorlayarıq, istəsək sizə dombaldarıq, istəsək sizə başınıza qapaz vurarıq. Nə istəsək. Bunu kim deyir? Bunu İlhamın əmrinə əsasən gedib. Qadın bizim jurnalistlərimizə, evlatlarımıza qarşı bu hərəkət. Elə bilirsiniz ki, biz bunu bağışlayacağıq. Qətiyyən sizin hamımızın orada girən bütün polislər kimlər olubdur, ya jandarma olubdur, ya hansı oğraş olubdur, hamısının ailəsinə qarşı da bu hərəkətlər olunacaq. Nə tökürsən arşiva, o da çıxır qarşıva. Bu məsələsidir bu. Bunların hamısının biz hayfını alacağıq. Heç kim arxain olmasın ki, biz durub boşuna bıraxacağıq. Necə ki, Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçi bəy səhv bıraxdı ya. Gələndə Məmməd Əmin Rəsulzadəyə də dedilər ki, bu Ruslara satılmış, bu komünistlərə satılmış, farslara satılmış alçaqları məhv etmək lazım. Dedilər ki, yox, bunlar düzələcəklər, Azərbaycan xalqıdır. Əbülfəz Elçi bəy də həmin o səhvi bıraxdı. Neynədir? Gəldi, biz dedik ona, şəxsən dedik ona, zəng vurdıq, dedik ki, bunları məhv eləmək lazımdır, yoxsa pis olacaq hər şey. Yo, mən qan tökmürəm, bunlar hamısı Azərbaycan evlatları, qızlarıdır, hər şey düzələcək. Və 30 ildir görürsünüz, necə düzəlir bunlar hamısı. Baxıb görürsünüz də oyunlar çıxırlar. Nə qədər Elşad göstəribdir, lüt heykəllər qoyurlar Azərbaycanda. Nə qədər əxlaqsızları az TV-lərdə, bütün Azərbaycanda olan kanallarda üzə çıxartırlar, fahişəliyi,
ailə